Salam, hər vaxtınız xeyir olsun, hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də AFFA U12 Ligası Kapital Baku Antikogo görüşünü sizlərə təqdim edirik. C qrupunun 3-cü turunun oyununu izləyirik. Hakimlərlə sizi tanış edirəm. Rauf Salamov və İlkin Süleymanovdur. Onlara da hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. Komandaların heyətləri ilə tanış olaq. Bizlərə qonan komanda Antikogo göstərib. Onların heyəti bu cürdür. Qapıda 1 nömrəli qapıcı Hüseyin Mirzəzadə, 74 Tameylan İzmailov, 76 Ayxan İbadov, 54 İbrahim Çaparlı, 90 Ayxan Əlizadə, 74 Amir Səfərov, 80 komandanın kapitanı Cahangir Nəcəfov, 27 İsmail Quliyev, 24 Abdullah Çaparlı, komandanın baş məşqçisi Fərid Məmmədlidir. Digər futbolçular içəriyə doğru ötürmə edildi. Digər futbolçularla da tanış olaq. 32 Abbas Ağayev, 73 Ömər Məmmədzadə, Antikogo'nun hücumu 27 nömrəli futbolçu İsmail Quliyev topla bir qədər geriyə içəriyə doğru ötürmə etməyə çalışırdı, amma burada Antikogo futbolçularından heç kim yox idi. Kapital Baku oyuncuları topu ələ keçirirlər. Rüstəmcan ötürməsi 7 nömrəli futbolçu Səid topladı. Digər oyuncuları dərhal sizə təqdim edir. 22 Abdurrahman Rızayev, 76 Mətin Baxşəli, 71 Ziya Allahverdiyev, 77 Paşa Paşazadə, 36 Camal Hüseynli, Ömər Adıgözəlov, 81 Aqil Abbasovdur. İndi isə Kapital Bakunun heyəti. Qapıda 1 nömrə Həsən Aslanov, 3 Tuncay Səfərli, 4 Ayxan Nəbiyev, 6 Sübhan Həbibov, 8 Uğur Hüseynzadə, 10 Muradəli Məmmədov, 11 Cəfər Baxşiyev, 14 Elcan Alxaslı, 81 komandanın yeni transferi Rüstəmcan Rüstəmli. Komandanın baş məşqçisi Tural Hüseynovdur. Digər futbolçular 90 Ömər Şahvəladov qapıcıdır. 9 Müşfiq Qüddəsərli, 17 Şahin Cəlilzadə, 20 Tuncay Məmmədov, 21 Orxan Xəsiyev, 5 Ayxan Şabanov, 7 Səid Ağazadə. İndi isə oyuna qaydırıq. Hələ ki görüşdə qolsuz bərabərlik davam edir. Muradəli topa yetişir. Abdullah Çaparlı ona qarşı bəli topu da almağı bacar. Abdullah bir anlıq bizlərə Lionel Messi'nin xatirəli saç stili ilə, eyni zamanda topla rəftarı ilə. Kapital Baku 7 nömrə Səid komandanın kapitanı topla irəliləyirdi, amma müdafiəçilər bu epizodda topu uzaqlaşdırır. Antikogo futbolçuları ilə yenidən 3 nömrəli futbolçu Tuncay topu irəli bir qarşı bir vəziyyət yaran. Bu dəqiqələr hər iki komandanın oyuncuları tez-tez top itkilərini yol verirlər. Abdullah İsmail oynuyordu. Uğur geriye oynuyor. Ayxan solda oynadı. Tuncay, kapitan Səid. Onun ötürməsi Muradəli Məmmədov. Muradəli ona qarşı Cahangir mübarizə yapar. Cahangir bəli ondan topu almağa bacar. Yerində çevrildi. Out. Hüseyin bir nömrə qapıcı topu oyuna daxil edir. İsmail rəqibinə keçməyə çalışırdı. İləliyə doğru ötürmə Antikogo futbolçuları hücum qurmağa çalışırdı. 3 nömrə futbolçu səhv etməmsə. Bəli, Tuncay Səfərlidir. İsmail Abdullah ona qarşı mübarizə aparır. İçəriyə doğru ötürmə. Qapıya uzaqdan zərbə indirilir və top qapının üstündən keçir. Görüş ərzində Uğur Hüseynzadə, 8 nömrəli futbolçu Kapital Bakunun hakim. Daha doğrusu Tural Hüseynov bildirir ki, topu Səid Ağazadə oyuna daxil etməlidir. Səid topu birbaşa qapıya və indi qapıya zərbə indirilir. Qapıcı Hüseyin topun qarşısını kəsir. İləliyə doğru ötürmə Abdullah. Abdullah çox sürətli. Abdullah Tuncay ona qarşı qaydanı pozurma, amma hakim oyunu davam etdirir. Sübhan qayda outdan Tuncay topu oyuna daxil etdi.
İrəliyə doğru bir ötürmə. Uğur Hüseynzadə irəliyə oynuyor. Rüstəmcan istiqamı yoxdur. Oyundan kənar bir Rüstəmcan. Qapıya zərbə vura bilər. Zərbəsi və gol. Top qapıdan keçir. Kapital Baku hesabda önə çıxır. Çox sağ ol Rüstəmcan. Biz də səni sevirik. Komandanın yeni transferi 18 nömrə Rüstəmcan Rüstəmli. Uğur Hüseynzadə burada Pirlo sayağı ötürməklə yatdı qalır. Yəqin ki, ötürmənin də qolunun təkrarı bizə bir daha təqdim olunacaq. Xahiş edirik, epizodun təkrarı bizə təqdim Uğurdan. Pirlo sayağı ötürmə burada yox idi ondan kənar. Vəziyyət Rüstəmcan vəziyyəti düzgün qiymətləndirir. Həsən Aslanov qapıdan zərbə ilə topu oyuna daxil edəcək. Ötürmə verməyə oyuncu axtarır. İrəliyə doğru ötürmə, amma İsmail burada rəqibdən topu almağı bacarmışdır. Rüstəmcan. İbrahim. Qapıya uzaqdan zərbə. Həsən topa toxunuş edir. İkinciden zərbə yerini itirməlidir. Abdullah Çaparlı. Qeyd edim ki, Antikoqo niyyətində iki qardaş eyni komandada çıxış edir. Abdullahdan içəriyə doğru ötürmə Tuncay qarşılayır. Qayda pozulmadı. İndi Muradəli Məmmədov yaxşı sürət yığdı hələ ki, indi amma 80 nömrə Cahangir Nəcəfov. Ayxan. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bugün İsmail mərkəzdə yaxşı sürətli qapıya zərbə 50 oyun iddiaları var edən Hakim. Küncdən zərbə təyin edir. Aslan Həsənov komandasını qoldan xilas edir. Altdan Antikoq oyuncuları top oyuna daxil etdi. Ayxan irəliyə doğru ötürmə qapıcı Həsən Aslanov. O da topu irəli vurur. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, Gol TV-də bu oyundan əvvəl U12 liqasının A qrupuna turun mərkəzi oyunu sizlərə təqdim olmuşdu. Sabah Neftçi üzrə gəlmişdi. İndi isə Muradəli Məmmədov. Muradəli sağa çəkdi içəriyə. Doğru ötürmə indi. Səid çevrildi, qapıya zərbəsini endirir və top qapıdadır. Kapital Baku ikinci qolu vurur. Komandanın kapitanı Səid Ağazadə. Bir anlıq Hüseynin topu qaytaracağını düşünmüşdüm, amma bu belə olmur. Kapital Baku ikinci qolu vurur. Səid Ağazadə. Komandanın kapitanı ikinci topu Antikoqonun qapısından keçirir. Bu dəqiqələrdə Antikoq oyuncularından bir qol lazım idi ki, Ayxan zərbə vura bilər. Zərbəsi top az fərqlə qapının yanından keçir. Hörmətli futbol azarkeşləri, beləlik ilk hissə başa çatır. Qısa fasilələrdir. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Gol TV-də və U12 liqası Kapital Baku Antikoqo görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə qapılara 2 gol vuruldu. Kapital Baku'nun üstünlüyü var. Golları bir daha xatırlayaq. Rüstəmcan Rüstəmli hesabı açdı. Daha sonra 7 nömrəli futbolçu, eyni zamanda komandanın kapitanı Səid fərqi 2 topa çatdırdı. Aslan Həsənov topu qüvvətli zərbə ilə irəli vurur. Qısa ötürmələr hələ ki, indi yaxşı hücum qurmaq imkanı vardır. Rüstəmcan topu komandasının qazandı. Bir rəqibin keçdiyində ona qarşı belə qayda pozulur. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Hörmətli futbol azarkeşləri, Rüstəmcan topu rəqibdən oğurlamağa bacarır. Ona qarşı qayda pozulur. Hakim bu epizoda daha yaxın idi. Təhlükəli nöqtədən Kapital Baku oyuncuları cərimə zərbəsi yerinə yetirəcək. Rüstəmlə komandanın yeni transferine qarşı olmuş qayda pozuntusudur. Zərbəni kim yerinə yetirəcək?
görünür topun gerisində 10 nömrə Muradəli Məmmədov dayanıb. Yəqin ki, birbaşa qapıya zərbə indirəcək. Bir dəqiqələrdə hərəkət həyəcanlıdır. Hakim hələ ki zərbənin edilməsinin bəli indi işarə verilir. Qapı istiqamətinə zərbə indirilir və top qapının üstündən keçir. Muradəli Məmmədov qola yaxın olur. Uğur Hüseyin topu irəli vurur. İsmail istiqamətinə edilmiş ötürmədi. İsmail ötürdü. İbrahim yerindəcə çevrilməyə bacarır. İndi qayda. Yox, hakim davam işarəsini verir. Sübhan 6 nömrəli oyuncu topladı. Sağla oynayır. Rüstəmcan var burada. Rüstəmcan öz sevimli cinahı ilə irəliyir. Ona qarşı yox, hakim oyunu devam etdirir. İndi bəli, Rüstəmin yerdə qaldığına görə hakim görüşü dayandırır. İnanmaq istərdik ki, Rüstəmcanın səhətində ciddi problem yoxdur. Hakim də onun vəziyyətlə maraqlanır. İndi oyun qaldığı yerdən devam edir. Uğur Hüseynzadə topu irəli vurur. Sübhan yenidən Rüstəmcan öz sevimli sağ cinahına çəkilir. Rüstəmcan sanki az öncəki epizodun təkrarını izləyirik. İndi yerdə qalır və hakim bu dəfə bəli qaydanın pozulduğunu bildirir. Kapital Baku cərimə zərbəsi yerinə yetirəcək. Rüstəmcan da bu vəziyyətdən narazıdır. Cərimə zərbəsini 7 nömrəli futbolçu Səyid Ağazadə yerinə yetirəcək. Tural Hüseynovu görürük. Yerlə ötürmə qapıya yox. Zərbə alınmır Rüstəmcan. Qapıya yox. Bu dəfə də zərbə almadı. Uğurdan gəlir içəriyə. Ötürməyə daha çox bənzirdi. Rüstəmcan. Allahca hərəkətdə bir rəqibini keçməyə bazar. Rüstəmcan ötürmə. Sübhan yenidən Rüstəmcan. İçəriyə daxil oldu. Yerlə içəri ötürməyə Səyiddən zərbə top qapının yanından keçir. Kapital Baku real gol imkanını boşa verir. Görüşdə vurulan bir golun müəllifi Səyid Ağazadə. İləliyə doğru ötürmə izlədik. Bu dəqiqələrdə Antikoko'ya bir gol lazımdır ki, oyunda daha doğrusu hesabla bərabərlik yaradabilsin. İçəriyə doğru ötürmə hər iki komandanın ifasında qarşılıqlı hücumların şahidi oluruq. İsmail istiqamətini boş ötürmədir. Rüstəmcan ötürməsi. Cəfər topladı 11 nömrə geriyə oynayır. Ayxan İsmail topu rəqibdən aldı. İsmail sürətlə irəli. İsmail baxdı qapıya zərbəsi. Top qapının yanından keçir. İsmail Quliyev 27 nömrəli oyuncu. Cəfər geriyə oynayır. Yenidən İsmail araya girdi. İsmail yaxşı sürəti var. Hələ ki ona yetişən yoxdur. İsmail bir rəqibini keçdi. İsmail artıq zərbə meydançasına daxil ötürmə verməyə oyuncaqları ötürdü. Qapıya zərbə olacaqmı? Yox. Bir qədər gecikir. İbrahimdən içəriyə doğru ötürmə yoxdur. Oyundan kənar vəziyyət. İsmail zərbəsi amma ona zərbə vurmağa mane olurlar. Kapitan. Cəfər keçdi rəqibini. Cəfər ikinci rəqibini də keçməyə çalışır. İçəriyə doğru yerlə ötürmə. Antikoko müdafiəçiləri bunun qarşısını kəsirlər. Səyidin presinqi az qala öz bəhrəsini verəcəkdir bu epizodda. Altdan top meydanı tərk edir. Həsən Aslanov topu oyuna daxil etdi. Ötürməsi səhv bir ötürmə idi, amma Abdullah yaxşı keçdi rəqibini, qayda yox. Bozulmur. Hakim davam işarəsini verir. Ötürmə İsmail. Cahangir qapıya zərbə, qapçı Həsən Aslanov. Əla reaksiya həyatda qalır. Bir nömrə qapçı gözəl qurtarış edir. Hələ ki qapısının toxunmaz saxlamağı bacarıb bir nömrəli qapçı Həsən.
Ötürmə ev tapşırıq izləyirik. Antikokon ifasında içəriyə doğru ötürmə. Həsən bu dəfədəki cəhdə topu qazanır və qüvvətli zərbə ilə irəli vurmağa çalışırlar. Antikokon oyuncuları topu qazanırlar. İleriye doğru ötürmə edilir. Out. Həsən qapıdan zərbə ilə topu oyuna daxil edəcək. Yox, ötürmə alınmır. Cahangir komandanın kapitanı topu qazan, qapıya zərbə və gol! Çox lazım edilir, vaxtda vurulur. Antikoko buraxılan qollardan bir nəvədinin çıxır. Çox çalışırdı bugünkü oyunda komandanın kapitanı, qapıya gözəl zərbə indirir. Cahangir Nəcəfovun qolu çox istərdi ki, təkrarı bizə təqdim olunsun. Həsən bu epizodda istədiyi ötürməni edə bilmədi. Təkrarı, bəli, təkrar bizə təqdim olunur. Həsən, Cahangir sanki bu ötürməni gözləyir. Sola çəkdi və sol ayağı ilə qapıya gözəl zərbə indirir. Aslanov. Ayxan. Və Messi. Messi'ye qarşı qayda pozulur. Abdullah. Saç stilini də, oyun stilini də çox bəyəndim. Ayxan zərbə, bəli, yəqin ki baş məşqin göstərişi ilə qapıya zərbəni o indirəcək. 2 nəfər var canlı sətdə. 90 nömrəli futbolçu Ayxan Əlizadə. Hakimdən işarə gəlir. Qapıya zərbə vurmağa çalışırdı. Uğur. Topu irəli vurur. Amir burada var idi. Kapital Bakı oyuncuları yox, bu epizodda böyük təhlükə yarada bilmirlər. İndi müdafiədən bəli, Antikokon oyuncuları çıxdı. Bu dəqiqələrdə onlara daha bir qol lazımdır. Bərabərlik qolunun axtarışlarını davam etdirirlər. Hakim topun altdan meydanı tərk etdiyini bildirir. Rüstəmcan topu oyuna, yox, Uğur'a attı. Uğur Hüseynzadə, indi Rüstəmcan bu ötürməni gözləmirdi. Top uğrunda hər iki komanda meydanın istənilən nöqtəsində mübarizə aparır. Qayda pozuntusu qeydə alınır. Rauf Salamov epizoda daha yaxın idi. Antikok oyuncuları topu oyuna daxil etmişdi. Seyid. Daha bir ötürmə. Cahangir artıq top onda olarkən biz də heyecanlanır. Cahangir qapıya zərbə indirir, amma bu dəfə çərçivəyə düşə bilmir. Cahangir Nəcəfov İrəliyə oynayır. Rüstəmcan. Ötürmə. Hakim. Top Kapital Bakıda qaldığına görə oyunu davam etdirir. Rüstəmcan. Texnikalı oyuncudur. Amma bu epizodda rəqibini keçə bilmir. Ayxan. Və beləliklə, hörmətli futbol azarkeşləri, görüş başa çatır. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm. Hər iki komandanın heyətində istedadlı futbolçular var, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşı seçirəm. Antikokon heyətində 80 nömrə komandanın kapitanı Cahangir Nəcəfov, oyunun ulduzu isə Kapital Bakının 18 nömrəli futbolçusu Rüstəmcan Rüstəmildir. Və beləliklə Rüstəmcan Rüstəmli noyabr ayında Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirində vəsqəni təmin edir. Beləliklə, hörmətli futbol azarkeşləri, bizə ayrılmış vaxt burada başa çatır. Sağ olun, gələn görüşlərə dək.